19 dekabr 2025-ci il tarixində Naxtel MNC-nin fəaliyyətinin dayandırılması və abunəçilərin başqa mobil operatorlara miqrasiyası uğurla başa çatdırılıb. Sferə az məlumat verir ki, bu haqda İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi məlumat yayıb. Qeyd edilib ki, bu geniş miqyaslı layihə Azərbaycan Telekommunikasiya və Poçt Xidmətləri üzrə Tənzimləyici Qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və bazar iştirakçılarının səmərəli əməkdaşlığı nəticəsində abunəçi məmnuniyyəti prinsipi əsasında həyata keçirilib. Layihə çərçivəsində İqta Naxtel yeni abunəçiləri qəbul edən mobil operatorlar AZCL MNC, Bakçıl 2100 və Azefon 2100, həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinginin tərkibində fəaliyyət göstərən Azın Telecom 2100 vahid əməliyyat komandası kimi fəaliyyət göstərərək texniki sistemlərin uyğunlaşdırılması və şəbəkələr arası inteqrasiyanın təmin edilməsi üçün zəruri tədbirlər həyata keçiriblər. İqta tərəfindən iştirakçılar arasında fasiləsiz kommunikasiya və operativ qərar vermə mexanizmi təmin edilib. 105 mindən çox Naxtel abunəçisinin başqa mobil operatorların şəbəkələrinə keçidi müvəffəqiyyətlə həyata keçirilib və bu prosesin 15/1/2026-cı il tarixində davam etdirilməsi planlaşdırılıb. Bu proses çərçivəsində abunəçilərin istifadəsində olan 60 prefiksli mobil nömrələr tam şəkildə qorunub saxlanılıb. Bu yanaşma abunəçilərin nömrə tanınmasının və gündəlik rabitə vərdişlərinin qorunmasına hədəflənib. Bununla yanaşı qəbul edən mobil operatorlar tərəfindən Naxtel abunəçiləri üçün xüsusi tarif paketləri tətbiq edilib. Bu paketlərin formalaşdırılmasında abunəçilərin öyrəşdikləri tarif xərclərinin maksimum dərəcədə saxlanılması əsas götürülüb. Həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində telekommunikasiya infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Belə ki, fəaliyyət göstərən mobil operatorlar tərəfindən ilkin mərhələdə 30-dan çox yeni baza stansiyasının quraşdırılması təmin edilib. Miqrasiya prosesində ölkənin ümumi istifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorlarının hər biri fəaliyyət istiqamətlərinə uyğun olaraq texniki sistemlərin uyğunlaşdırılması və şəbəkələr arası inteqrasiyanın təmin edilməsi üçün vahid komanda kimi fəaliyyət göstərib. Texniki proseslərin problemsiz gedişatı və yarana biləcəyi çətinliklərin operativ həlli üçün İqTA tərəfindən iştirakçılar arasında davamlı kommunikasiya təmin edilib. Qeyd edilib ki, bütün proses boyu abunəçi hüquqlarının qorunması prioritet təşkil edir. Mobil operatorlar müştərilərlə aktiv ünsiyyət quraraq onları mərhələlər barədə məlumatlandırıb. İqTA isə bu prosesin şəffaflığını dəstəkləyib. Nəticədə vətəndaşlar üçün keçid prosesi rahat və əlçatan olub. Bu təcrübə Azərbaycanın telekommunikasiya bazarında operatorlar və tənzimləyici qurum arasında sağlam tərəfdaşlıq mühitinin mövcudluğunu, mürəkkəb və geniş miqyaslı layihələrin birgə səylərlə uğurlayıcı oluna biləcəyini nümayiş etdirir.